Şərq Türkistandakı qamaq sisteməsinin yeni kölümü aşkarlandı. Qadirli körülmələrimiz əlbəttə Xitay bu cəza lageri olsun, vətənimizdəki sanaqsız, izdirəksiz yoxtu etilən xalqımız, ziyalilərimiz, dini alimlərimiz, yaşlarımız elə həm inkar qılıbatqan bolsun, biz qınmayvatımız deyən bolsun, hazırgıca aşı şiddetlik lager məsələsi davamlıq gündə xəbər qılınıb duruyatqan vaxtdakidən fərqsiz halətdə, yəni sonu astın bunun davam qılıbatqanlığına ən uçuq göstərən xəbərdən birisi intihar güclük dəlillər bilan oturuq qoyulğan bu qədər 29 may Maliyyə vaxtı gazeti məxsus dokumentı elan qıldı bu vaxtda. Xitay rejiminin Şərq Türkistandakı qamaq sisteməsinin növbətdəki kölümüge ait ən yeni təkşiriş nəticəsini aşkar edildi. Yəni normal bir xəbər torbetinin elan xanəsi, yəni nurgun təkşirişlər, sünyamra surətləri, guvahlıqlar, bək köp təkşirişdən keyin qılınğan deməkən. Bu təkşiriş qrupusu bu xəbərin təfsilatında rayondakı 579 tutub duruş əsləhələrini, yəni bunun içində türmə, qamaqxana, cəza lagerləri, yəni lager Xitay tərbiyələş mərkəzində varğan, yoki məktəb bu varğan və başqa tutub duruş orunlarının süni həmra təsvirləri, Xitay rejiminin içki hüccətləri, yerlik taratqularının xəbərləri, yəni Xitayның özünün taratqularındakı xəbərlər və guvahçılarının bayanları arqalıq ətraflıq analiz qılıb çıxqanda həm də bununki. 579 tutub duruş orununu. Analiz nəticəsiga asaslanganda növbəti Şərq Türkistandakı tutub duruş sistemasi təxminən 627 min adamla qamaş iqtidarıga ega bo'lib, bu san rayondakı hər 40 ahalinin birini qamaşqa yeterlik boşluq barligidan derak berdi ekan. O'ylab qo'ying. Halbuki bu əsləhələr Qashqar, Xotan qatarlıq rayonlarga mərkəzləşkən bo'lib, qamaş nişanının yanılı Uyg'urlar ekanligini uchuq ko'rsatib berdi. Texmi jazmlashtiradigan nuqtalar bu deb o'tirib qo'yilgan. Dokumentda qayd qilinishicha Uyg'urlarga qaratilgan sijil va keng ko'lamli qamash sistemasini davomlashtirishdan sirt Xitoylar bu yerda Beijing doiralari texmi zo'r ko'lamli madaniyat yo'qotish harakatini davomlashtirayotgan bo'lib, yani her türlü tilimiz, en küçük ösmürlerimizin tatip, til, milli medeniyetimiz, cami, mescid, Uygurlarga ait bo'lgan bütün yerlerini özgertip atılgan mahalli koç-koylarının isimleri, tarihi isimler, nurgun mazarlıklar, yani biz kılıp duruyatkan hemmi nersini yok kılıvatında bu milletine her tarafını yok kılış için. Ve Uygur perzentlerini devlet başquruşidagi yataqlıq məktəblər arqalıq ailesinden ayrı etiş ve emgek küçü yeşidikilerine planlıq halda yötkep mecburi emgek selişini öz içine aldı ki ağallıqını bütün ait sansıfır məlumatlar bilen elan qılğan bu dokumentda. Bu təkşiriş dokumentı Xitay dairlərinin şu Şərq Türkistandakı keng köləmlik bastırış qurulmasını və cəmiyyətini kontrol qilish sistemasını yanılı yuqori səviyyədə saqlab qelyatqanlığını ko'rsatib berdiganligi o'tirib qo'yilgan. Yani Xitoy da'vo qilayotgandek bu yaşındaq tinish, ichib o'tdiq, yolg'ondan sayohat o'maklarini tashkillab, to'xtamay tashviqot qilayotgan tashviqot. Bu yaşındaq gullanib ketdi, shundaq yashayapti. Amaliyotda buning asla reallikni aks ettirmaydiganligini, o'xshash saviyada saqlab kelayotganligini ko'rsatib beradigan shu bütün materiallar bunun içindeki en yeni ve en tefsili paketlik dokumentlardan biri hesaplanadiganligi o'tirib qo'yilgan dokumentda. Demek ki şu ko'rinishda ishlatilgan şu nimeniki, şu Maliyyə vaxtı gazetininki, o'zi ishlagan Financial Times'ninki, o'zi ishlagan ko'rinishlar bayqamış ishlatilgan şu hatta şu qarab qo'yaylik o'z vaqtidagi o'quvchilarning nima qilganligi hozir butunlay maktab bolalarining tilidan tatib hammasini cheklanganligi ashla ishlagan film bu. Rasmiy torbetida e'lon qilingan. Xitoyning uzluksiz bu jinoyatlarni davomlashtirayotganligi aniq shaklda, ochiq shaklda o'tirib qo'yilgan. Demak bu jinoyat mana shunday kuchli shaklda davom qilyapti. Qadrli ko'ruvchilarimiz.